Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan Azərbaycandan ixrac edilən neft məhsulları ilə bağlı yeni açıqlama verib. Onun açıqlamasından məlum olur ki, Ermənistanda Azərbaycandan göndərilən neft məhsullarına böyük tələbat var. Deməli, Gevorg Papoyan bildirib ki, Ermənistanın Azərbaycandan ixal etdiyi benzinin birinci partiyası bir neçə gün ərzində satılıb. Yəni, tələbat çox yüksəkdir deyə Ermənistanın İqtisadiyyat naziri belə deyib. Yəni, söhbət dekabrın 18-i, 19-u o tarixlərində Ermənistana göndərilən, ilk dəfə göndərilən neft məhsullarından gedir. Onda ayı 95 markalı benzin göndərilmişdi. Bugün isə, yəni yanvarın 8-də isə növbəti deməli partiyaya göndərilir. Azərbaycan həm 95, həm 92, həm də dizel yanacağı göndərəcək. Odur ki, Ermənistanın İqtisadiyyat Nazirliyi Azərbaycandan alınan deməli, neft məhsullarının həm qiymət baxımından sərfəli olduğunu, həm də tələbatın yüksək olduğunu deyir. Onun deməli fikrincə Azərbaycandan Ermənistana bir neçə min ton həcmində yeni benzin partiyası daxil olur və idxal əvvəlki kimi eyni şirkətlər tərəfindən həyata keçirilir. Yenilik bundan ibarətdir ki, təkcə premium benzin deyil, həm də regular və dizel yanacağı idxal olunur. İlkin qiymətləndirmələrə görə onların qiyməti bazar qiymətindən təxminən 80 dram aşağıdır deyə nazir bildirib. Yəni, təxmini onun deməklə 36 qəpik aşağıdır bazar qiymətindən. Azərbaycanın deməli, Ermənistana satdığı neft məhsullarının qiyməti bazar qiymətindən 36 qəpik təxmini aşağıdır. Beləliklə, bir daha xatırladım ki, deməli, dekabr ayında, ötən ilin dekabr ayında göndərilmişdi. İlk dəfə Azərbaycanın neft məhsulları Ermənistana ixrac olunmuşdu. 1220 ton ayı 95 markalı benzin ixrac olunmuşdu Azərbaycandan Ermənistana. İndi isə, yəni bugün isə 1000 ton 92 markalı benzin, 1000 ton dizel yanacağı, 1800 ton isə 95 markalı benzin ixrac olunacaq.